İmam Sadiq Aleyhisselamın kəlam elmində alim olan şagirdlərindən biri, tələbələrindən biri Bəsrədən gəlmişdi, qayıtmışdı İmam Sadiq Aleyhisselamın yanına. İmam Sadiq Aleyhisselam ona dedi ki, sən Bəsrədə nə gördün? Öz gördüyünü danış ki, buradakı insanlar da eşitsinlər. Dedi, ağacan, Peyğəmbər balası, mən Bəsriyə daxil olanda gördüm Bəsrə meydanında bir böyük Bəsrənin alimi, əlbəttə orada adı da var. O alim əyləşib Bəsrə meydanında, ətrafına da yığılıb Bəsrəlilər və qeyri-Bəsrəlilər, onlar sual verirlər və cavab verir və hərdən də suala cavab verəndən sonra deyir ki, səlu ma şi'tum, yəni soruşun nə istəyirsiniz, soruşun nə istəyirsiniz, belə deyir, cəmaat da soruşur, bu cavab verir. Deyir, mən də durdum ayağa, dedim ki, olar bir sual verim, dedi ki, axı deyirəm bəyaqdan ki, səlu ma şi'tum, nə istəyirsiniz, soruşun. Dedi, mən də ona sual verdim ki, ey filan alim, sənin mənə de görüm gözün var. Dedi, belə mənasız suallara mən cavab vermirəm. Dedim ki, xahiş eyləm, cavab verdi. Axı, sən dedin, səlu ma şi'tum, yəni nə istəyirsən soruş. Mənim sualım da budur. Dedi, hə, onda madam ki, belədir, cavab verərəm. Bəli, mənim gözüm var. Dedi, dedim, sənin qulağın da var. Dedi, bəli, qulağım da var. Dedim, sənin iyi bilmən də var. Dedi, bəli. Dedim, sənin dad bilmən də var. Dedi, bəli. Sənin toxunanda hiss eləməyin də var. Dedi, bəli. Dedi, ancaq bunlar varsa, bəs onda ağlın nəyə gərəkdir? Allah sənə ağlı bəs niyə verir? Madam ki, gözünlə görməliləri görürsən, qulağından eşitməliləri eşidirsən, hə, indi bunu Hişam danışır, kimin huzurunda? İmam Sadiqin huzurunda, Mədinə cəmaatda qulaq asır. Deyir, madam ki, sən gözünlə görməli şeyləri görürsən, qulağından eşitməli səsləri eşidirsən, iyinlə, iyi bilmənlə iyiləri hiss edirsən və s. Bəs onda ağıl nəyə gərəkdir? Allah sənə versin, dedi, hə. Düzdür, mən gözümlə görürəm, düzdür, mən qulağımla eşidirəm, amma birdən gözüm gördüyündə yanılsa, ağlım ona hakimdir. Birdən eşitməm əgər səslər arasında aydınlaşa bilməsə, ağlım imamlıq eləyir, hakimlik eləyir, düzəldir. Hə, bu kimin səsidir, bu kimin səsidir. Qulaq səsi eşidir, amma kimin səsi, kimin səsini ağıl təyin eləyir. Göz görməyi görür, amma kimdir mənim gördüyüm? Böyükdür, balacadır, uzundur, qısadır və s. Onu təyin eləyən ağlımdır. Hişam deyir ki, ona dedim ki, madam ki, Allah sənin bir bu bədənində, bu bədən adında öz can məmləkətində bu his orqanları və bir ağıl adında imam təyin edibsə, ola bilərmi ki, bu böyük dünyanı Allah Teala imamsız qoysun? Əgər bu bədənin imama ehtiyacı varsa, bu dünyanın bəs imama ehtiyacı yoxdur. Məsum imama ehtiyacı yoxdur. Mövlaya ehtiyacı yoxdur. İxtiyarımızın fövqündə olan kamil və tamam ixtiyara sahib olan bir Allah vəlisi bizim üzərimizdə olmamalıdır. Dedi, mən bunu deyəndə İmam Sadiq dedi ki, bəs nə cavab verdi sənə? Dedi, mənə dedi, cavab vermədi. Dedi, sən olsun Hişam olarsan. Və məclisi dağıtdı. İmam Sadiq Aleyhisselam dedi, Hişam, bu dəlili hardan öyrənmisən? Dedi, Peyğəmbər balası, mənim nəyim var sizdəndir? Sən öyrətmisən. İmam Sadiq Aleyhisselam dedi ki, and olsun Allaha, sənin bu imam üçün gətirdiyin dəlil Suhuf-i İbrahim və Musa'da yazılıb. İbrahim və Musa'ya nazil olunan kitablarda yazılıb.